Salam uşaqlar, bugünkü mövzumuz ümumiləşdirici tapşırıqlar. Səhifə 118-119. Başlayaq dərsimizə. Uşaqlar, bu mövzuda, bu bölmə üzrə sizinlə koordinat oxlarını keçdik, düzdürmü? Dedik ki, x oxunun başqa adı nə idi? Absis. Y oxunun ordinat. Sıfır nöqtəsi nə adlanırdı? Koordinat başlanğıcı adlanırdı. Demişdik, bir də rüblərimiz oldu. Birinci rüb, ikinci rüb, üçüncü rüb. Bu da olmuşdu bizim dördüncü rübümüz. Düzdürmü uşaqlar? Bunun haqqında danışmışdım. İndi yenə də baxacağıq suallara verilir. İndi birinci suala baxıram. Bizə deyir ki, qarşıdan qoyun bunu. Şahı görə bilim. Bizə sualda nə deyir? Bizə deyir ki, düzbucaqlı koordinat sistemində uzaqlı oldu. Koordinat sistemində şərtə uyğun 3 nöqtə qeyd edin. 1. Ordinatları müsbət. Ordinat hansıydı? Y. Y müsbət. Y müsbət olsun deyə nöqtəni harda götürməlisiniz? Yuxarıda. Bax, Y-in müsbəti sıfırdan yuxarıda. Y mənfi desəydi sıfırdan aşağıda. Yəni Y müsbət götür burada. 1'ə 2 nöqtəsi. Bir də şu uşaqlar, nöqtənin koordinatını deyəndə birinci x-in koordinatı yazılırdı, sonra y-in. Deməli, 1'ə 2 nöqtəsinin y-i müsbətdir. B variantı absisləri mənfi. Absis hansıydı? X. X-i mənfidirsə, x-i mənfi. Solda. Solda istədiyiniz nöqtəni götürə bilərsiniz. Ya burada, ya burada. Hansını istəyirsiniz götürün. Məsələn, mənfi 3'ə 1 nöqtəsi. Mənfi 3'ə 1 nöqtəsini götürmək var. Keçdim. C variantı. Ordinatı absisinə bərabər. Yəni, x-la y bərabər. Nə var? 1'ə 1, 2'ə 2, 3'ə 3, 4'ə 4 və yaxud da ki, mənfi olsun. Mənfi 1'ə mənfi 1, mənfi 2'ə mənfi 2, mənfi 3'ə mənfi 3, mənfi 4'ə mənfi 4 nöqtələrini qeyd eləmək olar. Bu saydın uşaqlar. Bu formada təyin olunmaq olar. Birinci sualımız olur belə. Keçirik ikinci suala. İkinci sualda görək bizə nə deyir? Gəlin rüblərdə sizə lazım olsa yazarım. İkinci sualda bizə nəyi verib? İkinci sualda deyir ki, verilən nöqtələrdən şərtə uyğun olanı müəyyən edin və həmin nöqtənin koordinatını yazın. Aha, bir neçə nöqtə verilmişdir. A variantında deyir, hansı nöqtələr absis oxuna, hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir? Gəlin, bir ikilən nöqtəyə baxaq. Şuna hansı nöqtə absis? Absisi nəzərən simmetrikdirsə, nə olurdu? Absisi sabit. X-ə nəzərən simmetrik olanda x-i sabit. Y isə əksinə dəyişirdi, düzdürmü? Yəni, mənfi 3'dürsə olurdu müsbət 3. Y-ə nəzərən simmetrikdə nə olurdu? Y sabit, digəri əksinə dəyişirdi. İndi, absis oxuna nəzərən simmetrik. Gələn C, baxın, ikisinin də x-i nədir? Müsbət 2. Y-lər nədir? 2 mənfi 2 bir-birinin əksidir. Absis oxuna nəzərən simmetrik başqa bir nöqtə var mı? Gördüyüm hal-hazırda yoxdur. Ordinat oxuna y-ə nəzərən simmetrik. C ilə D. Y-ləri eynidir, x-lər isə bir-birinin əksidir. Mənfi 2-nə müsbət 2-dir. Sonra F ilə C. Y-ə nəzərən simmetrikdə oldu. Başqa bir nöqtəmiz var mı? Y ilə E ilə H nöqtəsi də y-ə nəzərən simmetrikdən danışmaq olar. B variantı. Hansı nöqtələr 3-cü rübdə yerləşir? Uşaqlar, birinci, ikinci, üçüncü rüb. Bu hissədə yerləşən bütün nöqtələr. Bu hissədə hansı nöqtə var qrafikimizdə? Y ilə F. Qalan hissəni uşaqlar qrafikdə özünüz baxın yazın. Bir də qrafikdə özünüz çəkməm, nöqtələri qeyd eləməm. Keçirik növbəti sualı. Qalan bəndlər özünüz. Koordinat sistemində təpələri verilmiş nöqtədə olan düzbucaqlı çəkin və düzbucaqlının növünü müəyyən edin. Gəlin çəkək. A, mənfi 2'ə 2. Mənfi 2'ə
2. A burada. B. Mənfi 3, 6. Mənfi 3'ə ikinci gələn y-in kvadratı idi. 4, 5, 6. Mənfi 3'ə 6. B burada. Sonra C 2'ye 6. 2'ye 6. C burada. D 3'e 2. 3'e 2. D de burada. Figürümü çəkirəm. Deyək ki, figürün növünü müəyyənləşdir. Hansı növ figürdür? Dördbucaqlı. Dördbucaqlının hansı növünə aiddir uşaqlar? Paralelogram. Gəldim, bir daha baxaq. Uzunluq eynidirsə paralelogram deyəcəm. Buradan bura 5 cm. Buradan burada 5 cm. Bəli, qarşı tərəflər bir-birinə bərabər olduğu üçün paralelogramla söhbət gedə bilər. Bəli, paralelogramda. Aydındır uşaqlar. Figürümüz oldu paralelogram. Keçirik ardına. B variantını özünüz. 4. Koordinat sistemində təpələri verilmiş nöqtələrdə olan 3 bucaq çəkin. Bu 3 bucağın tərəflərinin koordinat oxları ilə kəsmə nöqtəsini tapın. Aha uşaqlar, təpələri verilmiş nöqtədə olan birinci üst bucağınızı seçəcəksiniz. Sonra da y-dən x-dən kəsmə nöqtəsini deyəcəksiniz. Ki hansıdır? B variantını bir də mən işləyim. A-nın C variantını özünüz. Verilib nöqtəmiz. M 2'ye 3. 2'ye 3. M nöqtəsi. N 2'ye mənfi 2. 2'ye mənfi 2. N nöqtəsi. P 5'e 1. 5'e 1. P de burada. Tuzağımızı seçelim. İndi bizə nə deyirdi? Bir dəfə də oxuyaq. Deyir ki, bu üçbucağın tərəflərinin koordinat oxları ilə kəsmə nöqtəsini tapın. Uşaqlar, harada kəsdi? Bir burada, bir də burada. Düzdürmü? Bir nöqtə oldu. 2'ye 0. X okunun üzerinde diye y-imiz ne oldu? 0. Bu nöqtədə nə oldu? 4'ə. 4'dən biraz sağa gedir. Ama tərtib 4 yazıram da. 4'ə 0 y yoxdur. X okunun üzerinde diye. Bu formada təyin olunur. Növbəti bəndləri özünüz. Keçirik 5-ci suala. 5'te deyir, doğru fikirlər müəyyən edin, nümunələrlə izah edin. A variantı. 1 və 2-ci rüblərdə yerləşən nöqtələrin ordinatları müsbətdir. Ordinat hansı idi? X. Gəlin bir dənə çəkək. Şəkli silmirəm, qalsın 1, 2, 3, 4-cü rüb. 1 və 2-də yerləşənlərin digər ordinatları müsbətdir. Həqiqətən də şola doğrudur. Çünki bu x okundan yuxarıdadır deyə 1 ilə 2 x-dən yuxarıdadır. Yəni buradan 0 koordinat başlanğıcından yuxarıda. 0-dan yuxarı qalxdıqca y-dən ayrır, artır. Yəni müsbət qiymətlərdir, düzdür? Birinci, ikinci rüblər, y-lər müsbətdir, ordinatı müsbətdir. Doğru. Keçdik B variantına. 2 və 3-cü rüblərdə yerləşən nöqtələrin apsisləri mənfidir. Doğru. Səbəb niyə? 2, 3. Bax, nöqtəni götür, x-i mənfi. Nöqtəni götür, x-i mənfi. Nöqtəni götür, x-i mənfi. Avtomatik mənfi. Səbəb niyə? 0-dan soldadır 2 ilə 3. Baxın, görürsünüz, buranı silirəm. 2 ilə 3 0-dan sola düşür. X üçün, apsiz üçün. 0-dan solda da x-in nəyi var? Mənfisi var. Apsizin mənfisi var, müsbəti yoxdur. Doğru. C variantını
Özünüz oxuyun, fikirləşin. Doğru deyir ya yanlış deyir. Keçirəm 6-ya. Uyğun nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin və suallara cavab verin. Apsisi 4 olan və fərqli rüblərdə yerləşən 2 nöqtə qeyd edin. Bu nöqtələrdən keçən düz xətt hansı oxu paraleldir? Apsis yoxsa ordinat oxu? Şərt nə deyir? Bir dənə bəndin işləyirəm. Apsisi bir dəfə də oxuyaq. 4 olan fərqli rüblərdə yerləşən 2 nöqtə qeyd edin. Apsis hansıydı? X. X-i 4 olan. X-i 4 olan nöqtə qeyd edirəm. Bax bu nöqtə. X-i nədir? 4. Perpendikulyarından 4. Deyir, birinci rübdə qeyd edin. Bir də fərqli rübdə. Bax, X-i 4 olan başqa hansı rübdə qiymət var? Burada 4 olan, burada. Bax, bu nöqtələr üzərində istənilən nöqtədə x 4'dür. Fərqli deyirsə, birini buradan götürəm, birini buradan. Fərqli rübdə olan 2 nöqtə qeyd edirəm. Elədim. Və deyir ki, bu nöqtələri birləşdir. Bu nöqtələrdən keçən düz xətt çək. Bu düz xətt apsis oxuna paralel olur, yoxsa ordinata? Şöyle paralel nə idi? Çəkmən 2 düz xətt düzdürmü? Bax, hansına paraleldir? Y-lə ömründə çəkə bilməz. Deyirəm ki, Y oxuna. Yəni, hansı oxuna? Ordinat oxuna. Ordinat oxuna paralel bir düz xətt alınacaq. Bu formada təyin olunur. Bax, sual nədirsə, addım. Fərqli rübdə olan 2 nöqtə qeyd elədim. Ondan keçən düz xətt çəkdim. Düz xətt çəkəndən sonra hansı düz xətti paraleldir dedi. Ordinatı yazıb qurtardım. Bu formada təyin olunur. Keçirəm 7-ci suala. 7-ci sualda bizə nə deyir? Deyir ki, koordinat sistemində bütün təpə nöqtələri fərqli rüblərdə yerləşən düzbucaqlının A1 tərəfini qeyd edilib. Şərtə əsasən düzbucağın digər 2 təpə nöqtəsinin koordinatını yazın. Bu düzbucağın perimetrini və sahəsini tapın. Deyir ki, rübləri uşaqlar silin. Şərt nə deyir? 2 dənə təpə nöqtəsi verilir. -2'ye 4 nöqtəsi, -2'ye 4 nöqtəsi. A nöqtəsi burada oldu. Və uşaqlar -2'ye -2 nöqtəsi. -2'ye -2 nöqtəsi. B nöqtəsi oldu burada. Onda uşaqlar deyirəm ki, bu tərəf oldu belə. Düzdürmü? Deyir ki, bütün tərəflər fərqli rüblərdədir. Yəni, götürüb bunun bu düzbucağının 3-cü tərəfəsini burada çəksəm doğru deyil. Səbəb niyə? Mənə deyir ki, fərqli rübdə. Fərqli rübdədirsə, bax, biri buradadır, biri buralıqdadır deyirdi. Tam dəqiq amma nöqtəni çəkə bilmirəm. Amma bilirəm ki, biri 1-ci rübdədir, biri 4-cü rübdə, rübini bilirəm. İndi şərt oxuyandan sonra A variantını, B variantını oxuyandan sonra biləcəm. Deyir ki, A variantına düzbucağın digər tərəfi AB tərəfindən 2 dəfə kiçikdir. Aha. Birinci AB tərəfini tapıram. AB tərəfinin uzunluğu nə qədərdir uşaqlar? -2'dən 4'ə qədər olan məsafə. 4'dən -2'ye qədər nə qədər məsafə var? Məsafənizi tapırdıq. Nöqtələr bir-birindən çıxıb modunu tapırdıq, düzdürmü? Və yaxud da ki, böyüdən çıxırdıq kiçik olanı. 4 plus 2 bərabərdə 6 cm elədirmi? Və yaxud da belə demək olar. Baxın, 4 addım burada var, 2 addım burada. Cəmi 6 dənə oldu mu? Deyir ki, digər tərəfdə və AB-nin uzunluğu nə qədərdir? 6 cm. Bu oldu, tutaq ki, eni və yaxud da uzunluğu. Digər tərəf bundan 2 dəfə kiçikdir. 6-nı böləndə 2-yə neçə edir? 3. Deməli, digər tərəfin uzunluğu 3 cm demək olar.
Ha, 3 santimetr uzunluq. Bax, -2, -1, 1 addım, 2 addım, 3 addım. 3 santimetr olması için nöqtə burada olacaq. Baxın, -2-dən 1-ə kimi 3 addım olur. Deməli, digər nöqtələrin koordinatları da burada olacaq. A, B, C, D düzbucaq. Seni burada yazın. C, D düzbucaq. Şu, qurtardı. Figürümü çəkdim. İndi mənə deyirdi, sahəni tap, 6 vurulsun 3, 18. Pis bərabərdir, A vurulsun B düsturundan istifadə edelim. Və perimetri tap. P bərabərdir, düstur nə idi? 2 vurulsun A plus B yazmışdıq mı? Bu da bərabərdir, 2 vurulsun 6 plus 3. Bu da bərabərdir, 2 vurulsun 9, ilərdə 18. İfadənin qiyməti oldu, 18. Sahəsində tapdım, perimetrini də tapdım. Bir də uşaqlar, növbəti bəndlərə baxaq. B variantı düzbucaqlı, bu düzbucaqlının digər tərəfi AB tərəfindən bir vahid kiçikdir. Uşaqlar, bax mən A variantı üçün işlədim ha. A variantı üçün deyirdi ki, digər tərəf bu tərəfdən 2 dəfə kiçikdir. Söhbətinə görə işlədim. Sahəni də tapdım, perimetri də tapdım. B variantına görə işləyəndə tərəf başqa alacaqsınız. Bax, AD tərəfinin uzunluğunu başqa alacaqsınız. Ona görə sahə də perimetrdə fərqli olacaq. Bax, bir dənə ipucu verim. A variantının izahı qurtardı. B variantında deyir ki, digər tərəfi AB-dən bir vahid kiçik. Yəni, bura uzunluq 6-dırsa, bir vahid kiçik nə edir? 5 eləyir. Hə, siz uzunluğu 5 olan nöqtə tapacaqsınız. 5 olması üçün 3, 4, 5. 5 olması üçün D olacaq burada. Bax, uzunluğu 5 olan olur burada. Uzunluq 5. Hə, sahə nə eləyir? 6 vurulsun 5 eləyir 30. Perimetr nə eləyir? 6 plus 5, 11 vurulsun 2, 22. C variantını da özünüz. Şuna səhvə 118-i bir dənə işlədik. 119 qalsın, gələn səfər deyirəm. Növbəti dərsimizdə deyərəm. Qalsın 119. Bu kimi aydın səhv uşaqlar. Bu formada mövzuların davamının gəlməyini istəyirsinizsə, uşaqlar mövzunu bəyənməyi və abunə olmayı unutmayaq. Və şərh yazmağı da unutmayaq. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.